İlham Əliyevin axırına olacaq. Mənim qarnımda bir sancı var. Bu sancı azadlıq sancısıdır. Tək mənim yox, Azərbaycan xalqının bir doğum sancısına bənzər bir sancı var. Bu azadlıq sancısıdır. İnanın Allaha deyirəm. Trump'ın işləri düz getmədikcə, Trump axsadıqca, Trump'ın vəziyyəti pis olduqca Azərbaycanda bu aeroportlar elə-belə tikilməyib, hələ bazalarda var, bundan istifadə ediləcək. Türkiyədən istifadə ediləcək. Nə danışırsın? Erdoğan'la İlham Əliyev nə qədər dini lideri başsağlığı veririk, hak yolundadılar, nə qədər İrana dəstək verirlərsə, bilin ki, o qədər altdan İrana zərbə vurmaq üçün dəstək verirlər. Mənim tanıdığım İlham Əliyev son zamanlarda ancaq İsrail'dən kankalıq eləyirdi. Ancaq Trump'ın daşçağının dibində otururdu. Trump'a vermədiyi qalmadı. Arvadını, qızını, nəvəsini, hər şeyini apardı, çıxartdı ora. Mənim tanıdığım İlham Əliyev ancaq İsrail generallarını, ancaq Amerika generallarını qəbul elədi Azərbaycana, Bakıya. Elə-belə bunun başını sığallamırdılar. Bəzilərimiz düşünür, ya beynimizi bir küncündə düşünür yerə. Yahudilər İlhamı çox istəyir. İlhamı pis udarda, pis vəziyyətdə qoymazlar. Nə danışırsınız siz? Ən müqəddəs yerlər daima dağın oldu. Ən müqəddəs adamlar ölür. Baxın, artıq bu müharibədən qalib çıxmasa Netanyahu öləcək. Artıq müharibədən qalib çıxmasa İlham öləcək. İndi nə deyirsiniz? İlhamı çox istəyirlər, onun ərazisinə toxunmurlar. Onun ərazisindən hədəf almırlar. İlham lazımıymış, Azərbaycan lazımıymış, Türkiyə, Erdoğan lazımıymış. Nə danışırsınız siz? Amerikanın 40 dənə generalları gecə gündüz Azərbaycana gəldi. Şəkil çəkdirməyə gəlirdilər. İran bu yerləri hədəf alır. 12 devlətə zərbələr vurur, baxın. Amma istənilən nəticə alınmır. Rusiya İranı arxadan vurdu. Rusiya İranın istədiyini vermədi. Rusiya əvvəlki müttəfiqləri kimi İranı da aldatdı. Desək yanılmarıq. Amma Türkiyəni Erdoğan ilə belə mi bəsləyiblər? Erdoğan kimdir, kimə xidmət edir, düşünmürsünüz mü? İlham Əliyev kimdir, kimə xidmət edir, düşünmürsünüz mü? Bu bölgələrdən, cənub qərb bölgəsindən hədəf alınır, İranı məğlub eləmək olmur. İranın daha zərbə vurulası yerləri haradır? Ən çox zərbə vurulası yeri. Xəbəriniz var mı? Bu istiqamətdə Azərbaycan tərəfi var. İranın 90% əhalisi, Təbriz, Tehran hamısı bu tərəfdədir. Türkiyə Naxçıvan buradır birisi əyri, Türkiyə, Azərbaycan. İranın əsas yeri Təbriz də buradadır, Urmiya da buradadır, Tehran da buradadır, hamısı balaca yerdən. Dünyanın böyük gücləri deyirsiniz, böyük ailələri deyirsiniz, hamısının böyük əksəriyyəti bu qırmızı yerdən. İran hal-hazırda bombaladığı yerdən qidalanırdı. Oranın obyektləri hər şey oradaydı. Amma onlar vurulur. Necə ola bilər ki, Azərbaycan yox, İlham Əliyev yaxşı oğlandı, Azərbaycan vurulmasın? Açıq savaşda İlham Əliyevdən çox şey tələb eləyəcəklər. İlham Əliyevə qoz qoyan var ki, İlham Əliyev sən buna icazə verirsən ya vermirsən? Nə danışırsınız siz? Artıq Trump dəhşətli əsəbidir. Kongresmenlər diriyiblər Trump'ı. Vəziyyət gərgindir. Müttəfiqlər artıq əl altından danışıqlar gedir köməyə. Əlbəttə mən də bilirəm ki, davam eləsə İran tab gətirəməyəcək. Onun əlində nə var ki? Tezcə raketlər. İlham Əliyevdən çox şey tələb ediləcək. İlham verəməyəcək. İlham versə də öləcək, verməsə də öləcək. İran qalib olsa da öləcək, olmasa da öləcək. Neytral qala bilər. Çin, Rusiya, böyük devlətlərdir. İlham Əliyev neytral qalamaz. Trump elə belə ona vaxt sərf eləməyib. İsrail elə belə Mossad, masonlar elə belə qorumuyub. İlham Əliyev neçənci damdır. Ay ki, bu rejimlərin hamısının sonu olacaq bu savaş. Əli Hamneyi dünya güclərinin istədiyini elədi, getdi. Ay ki, ölüm adından apardılar onu.